Salam uşaqlar, növbəti mövzunun izahına keçirəm. Respublikamızda yayılan süxurlar. Görək Respublikamızın geoloji quruluşu necə yaranır, hansı dövrün süxurlarına rast gəlinir. Biz hansı ki bu mövzuları keçəndə demişdik ki, ən böyük zaman vahidi geoxronoloji cədvəli keçəndə ən böyük zaman vahidi olaraq eon götürmüşdük. 2 eonumuz var idi, arxeik və daha doğrusu kriptozoy və fanerozoy. Hansı ki kriptozoyun 2 dənə erası var idi, arxeik, proterozoy. Azərbaycanda kriptozoya aid olan, yəni arxeik, proterozoy erasının heç bir çöküntüsü yoxdur. Bunu yadınızda saxlayın. Bunlar yoxdur Azərbaycanda. Azərbaycanda Paleozoyun, Mezozoyun, Kaynazoyun çöküntüləri var və Azərbaycanın ərazisində ən qədim çöküntülər deyərkən yalnız Paleozoy erasının çöküntülərini, süxurlarını götürmüş olacağıq. Keçən indi Respublikamızda bir-bir hansı ərazilərdə hansı süxurlar yayılıbdır. Deməli, Azərbaycanda ən qədim süxurlar yaranması 450 milyon il bundan əvvələ təsadüf eləyən Paleozoy erasının süxurları Naxçıvanın Dərəliyə silsiləsində və Sədərək qalxmasında, Tovuz rayonunun Əsriçay və Zəyəm çay hövzələrində üzə çıxır. Paleozoya aid olan, özdə Paleozoyun bilirsiniz ki 6 dənə dövrü var. Kembri, Ordovik, Silur, Devon, Daşkömür, Perim. Azərbaycanda isə yayılan üst Paleozoydur. Yəni hansı ki Daşkömürdən Perim dövrünün süxurları yayılıbdır. Növbəti isə gəlirik Mezozoy erasının süxurlarına. Mezozoy erasının süxurları Trias, Yura, Təbaşir dövrünün süxurlarıdır. Trias dövrünün süxurları yalnız Naxçıvanda Dərəliyəzdədir. Bax, bu hissədədir, göstərirəm sizin üçün. Baxın, Trias çöküntüləri yalnız Dərəliyəzdə silsiləsində yayılıbdır. Sonra, keçirik ondan sonra digər, hansı ki Mezozoy erasının Yura və Təbaşir dövrünün süxurlarına. Yura dövrünün süxurları Azərbaycanda yalnız Böyük və Kiçik Qafqaz dağlarının yüksəkliyində baş verir. Baxın, yüksəklik Yura. Hər ikisinin baş hərfi Y ilə gəlir. Deməli, W şəklində bunu yadda saxlaya biləcəyik. Desək ki, Mezozoyun Yura dövrünün süxurları hardadır? Böyük və Kiçik Qafqaz dağlarının yüksəkliyində. Bəs o zaman Təbaşir dövrünün süxurları harda yayılıb? Böyük və Kiçik Qafqazın orta dağlığında. Yadımızda qalsın ki, Mezozoyun, Yura, Təbaşiri yalnız Böyük və Kiçik Qafqaz dağlarının yüksək, müvafiq olaraq yüksək və orta dağlığında yaranıbdır. Buradan da göstərirəm sizə. Yura dövrünün çöküntüləri, gördüyünüz kimi Mezozoy erasının Yura dövrünün çöküntüləri Böyük və Kiçik Qafqaz dağlarının yüksək dağlığında. Təbaşir dövrünün çöküntüləri isə Böyük və Kiçik Qafqaz dağlarının orta dağlıq hissələrində yaranıbdır. Keçdik Kaynazoy erasının süxurlarına. Kaynazoy erasının çökmə süxurları Azərbaycanın böyük bir hissəsində yayılıbdır. Əsasən də 4-cü dövrün. Bundan əlavə Paleogen və Neogen dövrünün də süxurlarına rast gəlirik burada. Görək Paleogen dövrünün süxurları harda yayılıbdır Azərbaycanda? Azərbaycanda Paleogen dövrünün çöküntüləri Talış dağlarında ən çox bu ərazilərdədir. Talış dağlarında, Naxçıvan dağlarında, Abşeronda və Şahdağ silsiləsi. Bax, zirvə demirəm ha. Şahdağ silsiləsində, hansı ki Ermənistanla sərhəddə yerləşən Qarabağ bölgəsində Şahdağ silsiləsində yaranıbdır. Sonra Azərbaycanda Neogen dövrünün çöküntüləri isə daha çox Abşeron, Qobustanda, Acnohor Ceyran çöldə, sonra yayılıbdır Qusar maili düzənliyində yan silsilənin ətəklərində gedir. Bundan əlavə yayılıbdır Zəngəzur dağlarının şimal hissəsində, Talış dağlarının şimal hissəsində. Bu detayları özünüz üçün qeyd edib götürün. Ən axırıncı isə 4-cü dövrün çöküntüləri demək olar ki, Respublikamızın böyük bir hissəsini əhatə edir. Və bu da əsasən ovalıqlarda, Küraraz ovalında, Samur Dəvəçi, Lənkəran, Mildi, Muğandı, Səlyandı, Cənub-Şərqi Şirvandı, Şirvan düzüdür, Gəyən, İncə, Hərəmi, sonra
Gəncə Qazax düzü, Qarabağ düzündə, bundan əlavə yayılıbdır Naxçıvan düzündə, Böyük düzdə geniş yayılıbdır. Və bir şey də qeyd edeyim sizə. Azərbaycanda Qarabağ vulkanik yaylasında da 4-cü dövrün süxurları var. Bunun səbəbi də 4-cü dövrdə vulkanların püskürməsindən əmələ gələn vulkan külləri həmin o Qarabağ vulkanik yaylasında toplanıbdır və püskürmədən sonra lavalar soyuyaraq çatlamış, iri daş parçalarından ibarət olan çınqıllıqlar yaradıbdır. Bunun da nəticəsində həmin ərazidə sönmüş vulkanlar yayılıbdır və Pəriçınqıllı, Ayçınqıllı, Gəlinqaya, Qızılqaya, Qırmızıdağ, Qızılboğaz, Böyükşıqlı, Axarbaxar və s. bu vulkanlardan, sönmüş vulkanlardandır. Respublikamızda yaranan palçıq vulkanları. Azərbaycan ərazisində palçıq vulkanları geniş yayılıb. Demək olar ki, dünyada ən çox Azərbaycanda yayılıbdır. 300-dən çoxdur. Ən hündürü də Torağaydır. Bundan əlavə Axtarma, Paşalı, Şıxzaylı, Qalmaz, Keyrəki, Kənizə, Otmanbazdağ, Lökbatan və s. kimi palçıq vulkanları var. Palçıq vulkanların palçığına salza deyilir. Salza bərkiyəndən sonra isə quruyub bərkiyəndən sonra brekçiyə çevrilir. Palçıq vulkanlarının bu arada ikinci adı yalançı vulkanlar və ya psevdo vulkanlar da deyə bilərik. Palçıq vulkanları nəyə görə məhz Azərbaycanda çox yayılıb? Həm geosiknan zonadır, həm də ki neftli, qazlı ərazilərdən ibarətdir. Bu palçıq vulkanlarını bilirsiniz ki, bizim üçün dəyəri böyükdür. Ən dəyərli sərvətlərimizdən biridir. Bu da təbabətdə bir sıra xəstəliklərin müalicəsində istifadə olunur. Gördüyünüz kimi palçıq vulkanlarının yayıldığı ərazilər də burada qeyd olunubdur. Bugünkü mövzumuz da bu qədər. Deməli, Azərbaycanda yayılan endogen relyef formu, daha doğrusu Azərbaycanda yayılan geoloji süxurlar.